Yunus 4-cü fəsil. Allahın Ninevalılara rəhmi. Bu iş Yunusun heç xoşuna gəlmədi və o hissləndi. O, Rəbbə dua eləyərək dedi: Ya Rəbb, mən hələ ölkəmdəykən bunu demirdimmi? Buna görə də mən Tarşişə qaçdım. Çünki bilirdim, sən lütfkar, rəhimli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm eləyib bəla göndərməzsən. İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa ölmək yaxşıdır. Rəbb dedi: Hislənməyin yaxşı işdimi? Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib, kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu. Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diliyərək dedi: Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır. Allah Yunusa dedi: Məyər sənin bu bitkiyə görə hislənməyin yaxşı işdimi? O dedi: Əlbəttə yaxşıdır, elə hisləndim ki, az qala öləm. Onda Rəbb dedi: Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan. Bəs sağ əlini sol əlindən ayıra bilməyən 120 mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya mən necə acımayım?